Bir gün ateistin biri meşədə gəzərkən ətrafındakı gözəlliklərə baxıb kainat nə gözəlliklər yaradıb deyə fikirləşib məst olurmuş. Birdən arxasında böyük bir ayı peyda olmuş və ateisti qovmaya başlamış. Ateist qaçarkən yıxılmış, ayı adamın üstünə gəlib pəncəsini qaldırmış, tam vurmağa hazır olanda adam Allah deyə qışqırmış. Bir anda vaxt dayanmış, ayı donmuş, çayların suyu belə axmamış. Göydən bir işıq adamın üstünə parlamış. Çox dərindən gələn ilahi bir səs adama illərdir mənə inanmırdın. Dünyanın yaranmasını kainatdakı bir qəzaya bağlayırdın. Sənə bu vəziyyətdə kömək etməmi istəyirsən. Səni sevdiyim bir qulum kimi qəbul etməliyəmmi? Deyə soruşmuş. Adam utanaraq, bilirəm, bu qədər ildən sonra dindar olmağımı istəməm haqsızlıq olar. Amma bəlkə aynı dindar edə bilərsən, demiş. İlahi səs, yaxşı deyə qarşılıq vermiş və işıq yoxa çıxmış, ayı canlanmış, çayların suyu axmağa başlamış. Ayı qalxmış ayağa, iki pəncəsini də göyə qaldırıb danışmağa başlamış. Ya Allah, sənin verdiyin bərəkətlə orucumu açıram. Şükür olsun sənin verdiyin nemətlərə deyib adamı yemiş.